Ötən əsrin 30-cu illərin ortalarında Seyirdə həyata keçirilən repressiyalar əhalinin bütün təbəqələrini əhatə edib. Partiya və hökumət rəhbərlərindən tutmuş sadə vətəndaşlara qədər. Həm Kommunist Partiyasının üzvləri, həm də öz ittihamının ifadəsini belə təkrarlaya bilməyən savadsız kəndlilər əks-inqilabi fəaliyyətdə, terror aktları təşkil etməkdə, casusluqda və təxribatda ittiham edilib. İlkin Nəcəf yazır ki, dövrün mətbuat orqanlarında dırnaqarası xalq düşmənlərini ifşa etməkdə görünməmiş şövq nümayiş etdirib. Dünənki liderlər və qəhrəmanlar casuslara, vətən xainlərinə çevrilib. Dırnaqarası xalq düşmənlərinin xeyli sayda övladları kimsəsiz qalıb. Xoşbəxt uşaqlığımız üçün təşəkkür edirəm yoldaş İsa'nın şüarı məhz o zaman məşhurlaşıb. Tezliklə bu sinizm adi hala çevrilib və Sovet dövlətinin etibarlı mühafizəsi altında olan xoşbəxt uşaqları təsvir edən plakatlarda və açıqçalarda yer alıb. Böyük terrorun qızğın çağında 1937-ci il avqustun 15-də Seyir Xalq Daxili İşlər Komissarlığının rəhbəri Nikolay Yejov vətən xainlərinin arvad və uşaqlarına qarşı repressiya əməliyyatı haqqında 00486 saylı əməliyyat əmri imzalayıb. Sənədə əsasən əks-inqilabçı cinayətlərdə təqsirli bilinənlərin arvadları həbs edilərək 5-8 il müddətinə düşərgələrdə saxlanılıb. Onların 1 yaşdan 15 yaşa qədər olan övladları isə uşaq evlərinə göndərilib. Vətən xainlərinin arvadlarına qarşı repressiya əməliyyatı keçirilən hər bir şəhərdə uşaq qəbul mərkəzləri yaradılıb. Həbs olunanların övladları oraya göndərilib. Uşaq qəbul mərkəzlərində qalma bir neçə gündən aylara qədər davam edib. Qardaşla bacının birlikdə qalmaq şansı olmayıb. Onlar ayrılaraq müxtəlif qurumlara göndəriliblər. Repressiyaya məruz qalan Leninqraddan olan valideynlərin qızı Lyudmila Fedorovna Petrova həmin hadisəni belə xatırlayır. Bizi maşına mindirdilər. Anamı Kresiya həbsxanasına saldılar və bizi də yetkinlik yaşına çatmayan üçün təcridxanaya apardılar. Mənim 12 yaşım vardı. Qardaşımın isə 8. Əvvəlcə başımızı qırxdılar. Boynumuza nömrəli taxta asdılar. Armaq izlərimizi aldılar. Qardaşım çox ağladı. Buna baxmayaraq bizi ayırdılar. Görüşməyə imkan vermədilər. 1938-ci il avqustun 4-ünə olan məlumata görə repressiyaya məruz qalan valideynlərdən 17355 uşaq götürülüb. Daha 5000 uşaq isə siyahıda olub. Ümumilikdə əməliyyat zamanı həbs edilənlər 18000 həyat yoldaşı həbsxana və düşərgələrə, 25000-dən çox körpə və yeniyetmə isə uşaq evlərinə yerləşdirilib. Uşaq evlərində fiziki cəzadan geniş istifadə olunub. Repressiyaya məruz qalan valideynlərin övladları potensial xalq düşməni hesab ediliblər və həm uşaq müəssisəsinin əməkdaşları, həm də onların yaşlıları tərəfindən ağır psixoloji təzyiqlərə məruz qalıblar. Belə bir mühitdə ilk növbədə uşağın psixikası əziyyət çəkib. Böyük terror zamanı həmçinin yeni termin də yaranıb. Xalq Daxili İşlər Komissarlığının məlum əmrinin bəndlərindən birində ictimai təhlükəli uşaqlar ifadəsi ilk dəfə işlənib. Sənəddə deyilir, məhkumların sosial təhlükəli uşaqları yaşlarından, təhlükə dərəcələrindən və islah olunma imkanlarından asılı olaraq Xalq Daxili İşlər Komissarlığının düşərgələrində və ya islah əmək koloniyalarında həbs edilməli və ya respublikaların xalq maarif komissarlıqlarının xüsusi rejimli uşaq evlərinə yerləşdirilməlidir. Bu kateqoriyaya düşən uşaqların yaşı dəqiqləşdirilməyib. Yəni 3 yaşlı uşaq da xalq düşməni ola bilib. Ancaq əsasən yeniyetmələr sosial cəhətdən təhlükəli hesab ediliblər. İslah əmək düşərgəsinə düşməzdən əvvəl onlar yetkin məhbuslarla eyni cəhənnəm dairələrindən keçiblər. Yeniyetmələrin ayrı-ayrı vaqonlarda saxlanılması və onlara atəş açmaq qadağan edilməsi istisna olmaqla həbs və köçürmə eyni qaydalarla həyata keçirilib. Yetkinlik yaşına çatmayanlar üçün həbsxana kameraları böyüklər üçün olduğu kimi iyrənc olub. Uşaqlar tez-tez yetkin cinayətkarlarla eyni kameraya düşüblər. Orada isə işgəncə və zorakılıq üçün heç bir məhdudiyyət olmayıb. Sürgün edilən insanlara deyilməsə də, qanun uşaqların repressiyaya məruz qalmayan qohumlarının qəyyumluğuna verilməsinə icazə verib. Seyir Xalq Daxili İşlər Komissarlığının 1938-ci il 7 yanvar tarixli 4 nömrəli valideynləri repressiyaya məruz qalmış uşaqların qohumlarına qəyyumluğun verilməsi qaydası haqqında qanuna əsasən gələcək qəyyumlar Xalq Daxili İşlər Komissarlığının regional və əyalət idarələri tərəfindən kompromatların olub-olmaması üçün yoxlanılıb. Lakin onların etibarlarına əmin olduqdan sonra Xalq Daxili İşlər Komissarlığı əməkdaşları qəyyumlara, uşaqların əhval-ruhiyyəsinə, davranışlarına, tanışlarına nəzarət ediblər. Qohumları həbs olunduğu ilk günlərdə bürokratik prosedurlardan keçərək qayyumluğu rəsmiləşdirilən uşaqların bəxti gətirib. Artıq uşaq evinə göndərilmiş uşağı tapmaq və aparmaq daha çətin olur. Uşağın soyadının səhv qeyd edilməsi və ya sadəcə dəyişdirilməsi halları tez-tez baş verib. Qanuna görə yaş yarımınadək uşağı olan məhkum ana övladını qohumların yanına qoya,
özü ilə həbsxanaya və düşərgəyə apara bilib. Bir çox islah əmək düşərgələri orada doğulan və ya məhkum olmuş anası ilə gələn uşaqlar üçün uşaq evləri açıblar. Lakin evlərin əməkdaşları tərəfindən uşaqlara pis qulluq göstərilməsi tez-tez epidemiyaların yayılmasına və müxtəlif illərdə 10%-dən 50%-ə qədər olan yüksək ölüm hallarına səbəb olub. Bütün hallarda düşərgədən sağ çıxan uşaq 4 yaşına çatanda qohumlarına verilib və ya uşaq evinə göndərilib. Həmin uşaqlar burada da yaşamaq hüququ uğrunda yenə mübarizə aparmalı olub. Bəli, Sovet hökuməti bax belə hökumət idi.